Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vel akibetu lil muttaqin. Ve la udvana illa alez zalimin. Ves salatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve tabi'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdatan min lisani yefqahu qavli amma ba'd. İnşallah bu günləri siyer dərslərimizə qaldığımız yerdən davam edəcəyik. Bugün gəldik, çatdıq artıq savaş izninin verilməsinə. Deməli, dedi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinəyə gəlib çatdıqdan sonra əshabı ilə bərabər bir çox təməl işləri gördülər. Ondan sonra Qureyşlilər Mədinəliləri təhdid edirdi. Aleyhissalatu vəssaləmi əshabını oradan çıxartmaq üçün Mədinəlilərə məktub yazırdılar. Deyirdilər ki, ya Muhammədi öldürəcəksiniz, ya Muhammədi oradan çıxaracaqsınız, biz gələcəyik, kişilərinizi öldürəcəyik, yəni sizinlə savaşacağıq. Açıq-açıq Mədinəlilərə savaş elan edirdilər. Biz sizinlə savaşacağıq, kişilərinizi öldürəcəyik, qadınlarınızı da əsir götürəcəyik deyə Mədinəlilərə məktub yazırdılar. Və bunu görən Peyğəmbər sallallahu aleyhi və səlləm artıq gördü ki, Mədinəlilərdə bundan dolayı bir narahatçılıq var. Artıq bu məsələ üçün bir hazırlıq görürlər. Peyğəmbər sallallahu aleyhi və səlləm gəldi onlarla bir danışıq etdi. Dedi ki, sizlər öz qohumlarınıza qarşı, öz qardaşlarınıza qarşı, öz əminiz uşaqlarına qarşı mı savaşacaqsınız? Yəni, hani siz ordu hazırlayırsınız, Muhammed və onun əshabı ilə savaşacaqsınız. Amma bir baxın, görün sizin savaşmış olduğunuz insanların içərisində kimlər var? Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm, yəni əslində aleyhissalatu və səlləm ona qarşı ordu toplayan, orduya qarşı savaşa bilərdi, düzdür? Aleyhissalatu və səlləm də bir ordu hazırlayardı. Onunla savaşmaq istəyənlərə qarşı savaşardı. Fəqət Peyğəmbər sallallahu aleyhi və səlləm dünən etmiş olduğu danışıq nə idi? 2 gün öncəsində etmiş olduğu danışıq nə idi? Biz bura sülh üçün gəldik. Biz burada insanlar rahat yaşasınlar deyə gəldik. Aleyhissalatu və səlləm ilk qarşılaşdığı problemdə onlarla savaşmağa getsəydi, sanki dünən danışmış olduğu şeyi bu günləri nə etmiş olacaqdı? Bu günləri sanki əleyhinə bir davranış ortaya qoymuş olduğu şey zahirən elə görünəcəkdi. Amma aleyhissalatu və səlləm sonradan düşünən bir insan olduğuna görə aleyhissalatu və səlləm doğru bir addım atır, gözəl bir siyasət izləyir. Aleyhissalatu və səlləm onlara xatırlatma edir. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm əsas qarşısını aldığı şeylərdən birisi nə olur bununla? İçərdən çıxan bir savaşın qarşısını alır. Yəni, biz içərdən savaşacaq olsaq, xarici olan düşmənlər bizə qarşı savaşacaqlar. Yəni, bu da onların işinə gələcək. Yəni, biz içərdə bir-birimizlə savaşacağıq. Lakin bu, çöldə olan düşmənlərin işinə yarayacaq. Onlar biz zəiflədikdən sonra, yəni əgər içərdə bir savaş varsa, mütləq bunlar zəifləyəcəklər savaşdıqları zaman. O zaman xaricdə olan düşmən daha yaxşı saldıra biləcəklərindən dolayı Peyğəmbər sallallahu aleyhi və səlləm içdən çıxacaq olan bir savaşın aleyhissalatu və səlləm qarşısını almış olur. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləmin Məkkədə olan müşriklərin arasında olan problemləri bu səfər onların Allah Rasulü və əshabına etmiş olduqları, vurmaq istədikləri zərəri Peyğəmbər sallallahu aleyhi və səlləm misli-mislinə onlara qaytarır. Onların arasında olan problemləri aleyhissalatu və səlləm dilə gətirir. Aleyhissalatu və səlləm əshabı vasitəsilə onun problemlərini bunlara bildirir, bunların da problemlərini onlara bildirir. Ta ki, onlar içlərindən bir-birlə savaşsınlar. Hani onlar Rasulullah sallallahu aleyhi və səlləmə bunu etmək istədilər. Onlar başarılı olmadılar, amma Muhammed sallallahu aleyhi və səlləm nə etdi? Etmiş olduğu bu şeydə, almış olduğu bu intiqamda başarılı olmuş oldu. Və gəldik, çatdıq artıq savaş izninin verilməsinə. Allah Azza və Cəllə onlarla savaşmağa izin verdi. Yəni, bu həqiqətən də əshabın gözləmiş olduğu bir şeydir. Allah Azza və Cəllə buyurur ki, "Uzina lillezine yuqataluna bi annahum zulimu və innallaha ala nasrihim laqadir." Zülmə məruz qaldıqlarına görə vuruşanlarla Allah yolunda döyüşməyə izin verildi. Şübhəsiz ki, Allah onlara yardım etməyə qadirdir. O günə qədər insanlar arasında savaş var idi. O günə qədər ərəblər savaşırdılar. Lakin nə uğrunda savaşırdılar? Mal-mülk uğrunda, torpaq uğrunda, fərqli şeylər, məqam uğrunda, yəni hakimiyyət uğrunda, fərqli şeylər uğrunda savaşırdılar. Fəqət Allah Azza və Cəllə İslami bir savaş ortaya qoydu. İslami bir qayə ortaya qoydu. Allah Azza və Cəllənin istəmiş olduğu qayəni ortaya qoydu və İslamın
savaşdakı qayələri nədir? Allah Azza və Cəllə bunu öz əzəmətli kitabında bildirdi. Yəni savaş elə bir şeydir ki, Allah Azza və Cəllə bildirdi. Onun nə üçün olacağını, onun qayəsinin nə olduğunu bildirəcək olan mənəm dedi Allah Azza və Cəllə. Yəni onun nə olduğunu, nə üçün olacağını, necə gəldi, harda gəldi, necə baş verəcəyini qərar verəcək olan sən deyilsən. Bax Peyğəmbər sallallahu aleyhi və səlləmin əshabı bəlli bir dönəm zülmə məruz qaldı. Əshab gəldi Peyğəmbər sallallahu aleyhi və səlləmə dedi: "Ey Allahın Rəsulu, izin ver onlarla savaşaq, izin ver onlarla vuruşaq." Peyğəmbər sallallahu aleyhi və səlləm nə dedi? Mən bununla əmr olunmadım. Mən bununla əmr olunmadım. Amma gün gəldi, Allah Azza və Cəllə izin verdi və nə üçün izin verdiyini, savaşmağın qayəsinin nə olduğunu yenə Allah Subhanahu və Teala özü bildirdi. Və Allah Azza və Cəllə ilk bildirmiş olduğu şey fi səbilillah. Yəni Allah yolunda olacaq bu savaşmaq. Yəni başqa bir şey uğrunda yox. Ərəblərin arasında olan torpaq davasından dolayı yox. Ərəblərin aralarında olan kin-kudurət, ərəblərin arasında olan hər hansısa mal-mülk davasından dolayı deyil. Allah yolunda olacağını Allah Azza və Cəllə bildirdi. Başqa Allah Azza və Cəllə savaş izinə niyə izin verdi? Allah Azza və Cəllə bildirdi. O hakimiyyət, o din Allah Azza və Cəllə xas ediləcək. Bütünlüklə Allaha veriləcək deyə. Allah Azza və Cəllə buyurdu ki, fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha məxsus edilənə qədər onlarla vuruşun dedi Allah Azza və Cəllə. İkinci qayəni də yenə Allah Azza və Cəllə özü bildirmiş oldu. Başqa nə üçün vuruşmağı Allah Azza və Cəllə bir qayə edindirdi? Zülmə məruz qalanlara yardım etmək. Allah Azza və Cəllə buyurdu ki: "Və mə lekum la tuqatilun fi sabilillahi vel mustada'afina minər-ricali ven-nisa'i vel-vildani'llezina yaqulun rabbana أخرجنا من هذه القرية الظالم أهلها واجعل لنا من لدنك وليا واجعل لنا من لدنك نصيرا." Sizə nə olub ki, Allah yolunda və ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə öz tərəfindən bir himayəçi yolla, bizə öz tərəfindən bir yardımcı göndər deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz dedi Allah Azza və Cəllə. Deməli, savaşın bir qayəsi də mazlum olan insanlara yardım etməkdir. Həmçinin Allah Azza və Cəllə başqa bir səbəb daha getirdi. Nədir o səbəb? Necə ki, kafirlər Məkkədə ikən sahabəni qorxudurdular. Necə ki, kafirlər Məkkədə ikən sahabələrə zülm edirdilər. Onları şiddətlə, qorxu ilə qorxudurdular. Allah Azza və Cəllə eyni şəkildə də kafirləri qorxutmaq üçün Allah Azza və Cəllə qayələrdən biri nə idi? Onlarla savaşın. Həm Allahın düşmənlərini, həm də öz düşmənlərinizi nə edəsiniz deyə Allah Azza və Cəllə bildirir ki, onların qəlblərinə qorxu salasınız deyə. Diqqət edin, elm əhli deyir ki, Allah Subhanahu və Teala bu İslam dinini göndərdi, insanlar arasında sülh olsun, barış olsun. Peyğəmbər sallallahu aleyhi və səlləm insanlara rəhmət ilə gəldi. Peyğəmbər sallallahu aleyhi və səlləm insanları gözəl olan dinə, sülh olan dinə dəvət etdi. Fəqət diqqət edin, Allah Subhanahu və Teala heç yaradan yaratdığını bilməz. Allah Azza və Cəllə bilir ki, bəzi insanların qorxutmasan, bəzi insanlar qorxmasalar, bəzi insanlar necə ki onlar müsəlmanlara zülm edirdilər, müsəlmanlara əziyyət edirdilər Məkkədə ikən, Peyğəmbər sallallahu aleyhi və səlləmin əshabını incidirdilər. Allah Azza və Cəllə bilir ki, bəzi insanlar var, onlar sülhdən anlamaz, onlar masa arxasında oturub danışmaqdan anlamaz. Onlara yalnız və yalnız güc göstərdiyin zaman onlar anlayırlar. Onlar yalnız qorxudulmaqla anlayırlar. Onlar yalnız qorxu ilə anlayırlar və Allah Subhanahu və Teala da savaşın qayələrindən birisi olaraq bunu nə etdi? Ənfal surəsi 60-cı ayədə Allah Azza və Cəllə bunu bildirdi. Artıq savaş hazırlıqları başlamışkən Peyğəmbər sallallahu aleyhi və səlləm fərqli istihbarat xəbərləri alırdı. Yəni hətta kafirlər buna təəccüblənirdi. Necə olur ki, biz bir karvan hazırlayırıq, karvan hələ çıxmamışdan artıq Muhammedin bundan xəbəri var. Bu onu göstərir ki, Rasulullah sallallahu aleyhi və səlləmin istihbaratı da çox gözəl şəkildə çalışırdı. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm sıradan 3-5 nəfərlik bir cəmaat olmağa hədəfləməmişdi. Peyğəmbər sallallahu aleyhi və səlləm özünü bir dövlət kimi artıq təyin etmişdi. Özünü artıq bir dövlət kimi göstərirdi və Allah Rasulü aleyhissalatu və səlləm bu göstərməklə yanaşı bir dövlətin etdiyini edirdi. Yəni, necə ki bir dövlət üçün istihbarat çox önəmlidir, aleyhissalatu və səlləmin yanında da istihbarat çox önəmli idi. Karvan hələ yola çıxmamışdan artıq Peyğəmbər sallallahu aleyhi və səlləm bir ordu hazırlayıb həmən o karvandan xəbər almağa, o karvanı izləməyə bir ordu hazırlayıb yola çıxarırdı. Peyğəmbər sallallahu aleyhi və səlləm bir səriyə hazırlayır. Buna Nəhlə səriyəsi deyilir. Aleyhissalatu və səlləm əshabından bir nəfərə o məktubu verir və deyir ki, bu məktubu falan istiqamətə gedəcəksiniz, 2 gündən sonra bu məktubu açacaqsınız. Əshab yola çıxırlar, 8, 10, 12 nəfərlik bir qrupdur. Yola çıxırlar, yola çıxdıqdan sonra 2 gün sonra o məktubu açırlar. Diqqət edin, 2 gün sonra, deyil 1 gün sonra, deyil günün əvvəlində, deyil yola çıxarkən
Tam 2 gün sonra bu məktubu açırlar. Məktubda bunlar yazılmışdı. Bu məktubu oxuduqdan sonra yoluna davam et və Nehlə vadisinə qədər get, orada Qureyşi müşahidə et və onların xəbərlərini bizə çatdır. Əshabından heç kəsi buna məcbur etmə. Diqqət edin, sahabə də, dedik axı bundan öncəki dərslərimizdə, sahabədə bir davaya adanmışlıq var. Sahabədə Allah və Rasuluna mütləq bir itaət var. Heç birisinin ağlına bu gəlmir. Ya Allah Rasulü bizə güvənmir. Bizə məktubu verdi, hara getdiyimizi bilmirik, nə edəcəyimizi bilmirik. 2 gündən sonra sadəcə bu məktubu açıb oxuyacağıq. Ondan sonra Allahın Rasulü bizə əmrdə bulunacaq. Yəni bu necə bir işdir? Allah Rasulü niyə bizə bildirmir? Niyə biz 2 gün sonra bu məktubu oxumalıyıq? Məgər Rasulullah sallallahu aleyhi və səlləm bizə güvənmir? Bizə güvənmirsə bizi niyə yola göndərir? Bizə güvənmirsə bizi niyə səfərə göndərir? Bizə güvənmirsə bizə niyə görəv verir? Belə bir dərdləri yoxdur. Sahabə sadəcə və sadəcə odaqlanıblar davaya, odaqlanıblar Allaha və Rasuluna itaat etməyə, gözləri də başqa heç bir şey görmür. Baxın, diqqət edin. Peyğəmbər sallallahu aleyhi və səlləm Təbuk savaşından başqa heç bir savaşında öncəsində nəyi necə edəcəyini insanlara bildirməmişdi. Sadəcə Təbuk savaşında insanlara bildirmişdi. Onun xaricində heç bir səfərində, heç bir savaşında insanlara nəyi necə edəcəyini bildirməmişdi. Amma insanlar bunu demirdilər. Ya Allah Rasulü bizə güvənmir. Sağ göstərir, sola gedir, sol göstərir, sağa gedir. Yəni Allah Rasulü bizə güvənmirsə, biz onunla çiyin-çiyinə gedirik. Bizimlə bərabər niyə gedir ki? Məgər bizə güvənmir? Heç kimsə bunu düşünmür. Heç kimsənin ağlına bu gəlmir. Hər kəs öz davasına odaqlanıb. Demək ki, Rasulullah bunu belə edirsə, bizim üçün ən xeyirli olan budur. Bu dava üçün ən xeyirli olan budur deyə əshab nə edirlər? Rasulullah sallallahu aleyhi və səlləmin izində gedirlər. Həqiqətən bu böyük bir şeydir. Yəni insan düşündüyü zaman, yəni sən biri ilə səfərə gedirsən, amma səfərə çıxmış olduğun adam sənin nəyi necə edəcəyini bildirmir. Təsəvvür edirsən bunu? Yəni sənə sağ göstərir, sola gedir, sol göstərir, sağa gedir. Əshab heç tərəddüd etmədən, heç bir şübhəyə düşmədən, heç bir fitnəyə məruz qalmadan mütləq olaraq Rasulullah sallallahu aleyhi və səlləmə itaat edirlər. Bu da adanmış olan, dava adamı olan insanların işidir. Çünki biz bundan öncəki dərslərdə nə demişdik? Siyər dərslərimizdə dedik ki, hər zaman şəriətin məsləhəti mənim şəxsi məsləhətlərimin önündədir. Yəni bir var şəriətin məsləhəti, bir var mənim nəfsimin məsləhəti. Nəfsim küsə bilər, inciyə bilər, anlamaya bilərəm, amma şəriətin məsləhəti ön planda olmalıdır. Aman İslama bir zərər gələcək, bu elə olsa müsəlmanlara bir zərər gələcək. Hər zaman İslamın məsləhəti mənim şəxsi məsləhətlərimin önündədir deyən bir əshab görürük. Həmçinin orada diqqət edin, başqa bir şey daha var alınacaq ibrətlərdən. Peyğəmbər sallallahu aleyhi və səlləmin məktubu kimə verdiyini çox gözəl bilir. Məktubu vermiş olduğu kimsəyə demiş olduğu ifadə nədir? Əshabından kimsəni də buna məcbur etmə. Hani çətin bir şeydir. Yəni sizdən istəmiş olduğum şey asan bir şey deyil. Orada ələ keçə bilərsiniz, orada savaşa bilərsiniz. Yəni balaca bir qrupdur, öldürülə bilərsiniz. Əshabından kimsəni buna məcbur etmə. Yəni tam 2 gün yol gəlmişik, siz bizi burada qoyub geri mi dönəcəksiniz, geri mi çəkiləcəksiniz? Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Əshabından kimsəni buna məcbur etmə. Diqqət edin, Peyğəmbər sallallahu aleyhi və səlləm məktubu vermiş olduğu kimsədən belə bir tərəddüdü yoxdur. Subhanallah. Bu nə deməkdir? Bu o deməkdir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm əshabını yaxşı tanıyır. Kimə nə görəv verəcəyini, kimə nə tapşıracağını Peyğəmbər sallallahu aleyhi və səlləm çox gözəl bilir və ona görə də ondan yana bir məsələ yoxdur. Amma ətrafında olan insanlardan kimsə bunu istəməsə, onu buna məcbur etmə deyir Peyğəmbər sallallahu aleyhi və səlləm. Və bu əsnada bir hadisə yaşanır. Qureyşə aid bir ticarət karvanı ilə rastlaşırlar. Fəqət bir problem var. Hani onlarla savaşılacaq, amma ay haram aydır. Necə bilirsiniz, haram aylarında savaşmağı şəriət qadağan edib. Haram ayında savaşmaq olmaz. Əshabdan bəziləri deyirlər ki, tamam biz bunlarla savaşmasaq, bunlar bizdən çox uzaqlaşacaqlar və artıq haram bölgəsinə girmiş olacaqlar. Haram bəldəsinə girdikdən sonra orada da savaşa bilmərik. Nə edək? Yetişək bunlarla savaşaq. Artıq edə biləcəyimiz bir şey yoxdur. Belə bir qərara gəlirlər. Başında olan insanları öldürürlər. 2 nəfəri əsir alırlar və mallarını da götürüb geri gəlirlər. Bu o günün şərtlərində çox böyük bir məsələ idi. Yəni sən təsəvvür et ki, böyük bir karvana balaca bir qrup gedib, başında olan insanı öldürüb, 2 nəfəri əsir götürüb, mallarını da götürüb Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına geri qayıdıblar. Və bu durumda müşriklər bundan istifadə edirlər. Deyirlər ki, Muhammed insanlara Allah deyir, Muhammed insanlara Allahın şiarları deyir, fəqət haram ayında da insan öldürməkdən geri durmur. Və bunu müşriklər öz aralarında yaymağa başlayırlar. Fəqət bu Muhammed sallallahu aleyhi və səlləmin onlara əmr etmiş olduğu bir şey deyildi. Əshabın özünün qərar vermiş olduğu bir şeydir. Əshabın özünün etmiş olduğu bir şeydir. Bu, Peyğəmbər sallallahu aleyhi və səlləmin onlara göstərmiş olduğu bir yol deyildi. Deməli, buradan alınacaq dərslərdən birincisi nədir? Biz nə qədər qəzəbli olursaq olaq, biz nə qədər hissli olursaq olaq,
Allah və Rəsulunun demiş olduğu şeylərdən kənara çıxmamalıyıq. Çünki bizim etmiş olduğumuz hər bir şey Allah və Rəsulunun dini adına, əgər din adına bir şeylər edilirsə, Allah və Rəsulunun dini adına edilən şeylərə Allah və Rəsulunun qərar verməsi lazımdır. Allah və Rəsulu o işə yox deyibsə, Allah və Rəsulu o işə o olmayacaq deyibsə, sən öz hisslərinlə, öz qəzəbinlə bir şey etdiyin zaman nə baş verir? İşte gələn zərər müsəlmanlara geri dönmüş olur. Ona görə müsəlman insan Allah və Rəsulunun yox dediyi yerdə Allah və Rəsuluna tabi olması lazımdır. Nə qədər sənin nəfsin istəməsə də, nə qədər sənin nəfsin xoş görməsə də, sənə düşən şey Allaha və Rəsuluna itaat etməyindir. Və dedi ki, müşriklər bu durumdan istifadə edirlər. Allah Azza və Cəllə ayə nazil edir. Yəni bu məsələni bitirmək üçün və Allah Azza və Cəllə diqqət edin, bitirmiş olduğu məsələdə Allah Azza və Cəllə bizə çox gözəl bir şey öyrədir. Allah Azza və Cəllə buyurur ki, səndən haram aylarında savaşmaq barəsində soruşurlar. De ki, bu böyük günahdır. Sonra Allah Subhanahu və Teala diqqət edin nə deyir? Lakin insanları Allah yolundan saptırmaq, ona küfr etmək, müsəlmanları Məscid-ül Harama buraxmamaq və onun sakinlərini oradan çıxartmaq Allah qatında daha böyük günahdır. Fitnə isə qətldən böyük bir günahdır. Deməli, Allah Azza və Cəllə burada ilk öncə nə bildirdi? Tamam, bu edilən şey xətadır, edilən şey böyük günahdır. Fəqət bu şeylər daha böyükdür, dedi Allah Azza və Cəllə. Deməli, Allah bizə bir şey öyrətdi. Biz xəta etdiyimiz zaman xətamızı etiraf etmək məcburiyyətindəyik. Biz xəta etdik demək məcburiyyətindəyik. Və yaxud da biriləri zahirən səndən olan İslam adı altında bir yanlış etdiyi zaman bu edilən əməl xətadır demən lazımdır. Vələv ki, saqqallı olsa, vələv ki, sənin daşımış olduğun dini daşısa, etmiş olduğu şey xətadırsa, bu adamın etmiş olduğu şey xətadır. Bu insanların etmiş olduğu şey yanlışdır. Bu insanların etmiş olduğu şeyi İslam qəbul etmir demən lazımdır. Fəqət ondan sonra nə etmən lazımdır? Boynunu büküb oturmaq lazım deyil. Diqqət et, Allah Azza və Cəllə bizə bir şey öyrətdi. Hani tamam, bu insanların etmiş olduğu şeyləri tərəzinin bir gözünə qoyaq, bir də bu biri insanların etmiş olduğu, bir də sizin etmiş olduğunuz cürümləri tərəzinin bir gözünə qoyaq. Hansı daha böyükdür? Allah nə dedi? Sizin bu etmiş olduğunuz şeylər onların etmiş olduğu şeylərdən daha böyük bir günahdır, dedi Allah Azza və Cəllə. Ona görə Müslüman insan ağıllı olan insandır. Müslüman insan kitab ilə iç-içə olan insan. Cahil olan insanlar onlara bir şey gətirdikləri zaman onların qarşısında sus-pus olmurlar. Məsələn, cahil olan bir insan da gəlirdi ki, falan saqqallı falan əməl elədi. Qardaşım, etmiş olduğu şey xətadır, etmiş olduğu şey batildir. Falan saqqallılar falan əməlin sahibidir. Pis adamdılar, etmiş olduqları şeylər də pisdir. Bəs falan saqqalsızların etmiş olduğu əməlləri hara qoyacağıq? Falan saqqalsızların etmiş olduğu əməli gətir bir tərəzinin gözünə qoyaq. Biz bunları malalamaq üçün, bu saqqallılara sığal çəkmək üçün yox, bu saqqallıların etmiş olduğu şeylər günahdır. Bu saqqallıların etmiş olduğu şeylər yanlışdır, batildir, İslamın əmr etmədiyi şeylərdir. Bəs bu saqqalsızlar? Bəs bu saqqalsızların insanlara etmiş olduğu şeyləri hara qoyacağıq? Bəs falan saqqalsız toplumların insanlara, yüz minlərlə insanlara etmiş olduğu cürümləri hara qoyacağıq? Bunlara xətadır dediyimiz kimi, sən ağ süddən çıxmış qaşıq deyilsən. Sən saqqallıları pisləyirsən, amma bir də saqqalsızların etmiş olduğu şeylərə bax. Gətir tərəzinin bir gözünə qoyaq, bu Allahın öyrətmiş olduğu bir şeydir. Allah Subhanahu wa Ta'ala, baxın, diqqət edin, bu ayə ilə bizə bunu öyrətdi. Müslümanların etmiş olduğu şeyi, sahabənin etmiş olduğu şey, Allah Azza və Cəllə nə dedi? Haram aylarda savaşmaq böyük günahdır. Amma sizin etmiş olduğunuz şeylər daha böyükdür, dedi Allah Azza və Cəllə. Siz bunu edən insanlarsınız. Siz bu əməllərin sahiblərisiniz deyə Allah Azza və Cəllə bizə bir şey öyrətdi. Ona görə cahil olan insanlar bizim qarşımıza gəlib, falan saqqallılar belə, biz saqqallıları da gördük dediyi zaman deyəcəksən ki, hansı saqqallıları? Falan əməlin sahiblərini yanlış yoldadılar, yanlış ediblər. İndi ki, saqqalsızlardan biraz danışaq. O televizorda çıxıb insanların önündə danışan saqqalsızlardan biraz danışaq. Televizorda insanların önündə çıxıb insan haqlarından danışan, fəqət o insan haqlarından danışıb üzünü çevirən kimi körpələrin, anaların, balaların, gözü yaşlı qalan uşaqların, atanın, balanın, binanın altında balasının qolunu, ayağını axtardığı həmin o saqqalsızların, həmin o münafiqlərin etdiyi şeylərdən biraz danışaq. Görək, onların etmiş olduğu cürüm daha böyükdür, yoxsa bunların etmiş olduğu cürüm daha böyükdür? Qarşı-qarşıya qoyaq, tərəzinin bir gözünə qoyaq. Bax, heç kim səni malalamaqdan dolayı deyil. Zahirən səndən görsənsə belə xətaya xəta deyəcəksən. Çünki Allah bizə bunu öyrətdi. Biri səni zahirən səndən görsənsə də, zahirən səndən olsa da nə edəcəksən? Bu əməl xətadır. Xətadırsa xətadır deyəcəksən. Yanlışdırsa yanlışdır deyəcəksən. Malalamayacaqsan. Çünki biz dürüst olan insanlarıq. Xəta etdiyi zaman xətasını etiraf edən insanlarıq. Bu əməl xətadır deyəcəksən. Əgər bunu falan adamlar ediblərsə, yanlış ediblər deyəcəksən. Əgər bir saqqallının etmiş olduğu əməl bütün saqqallılara yansıyırsa, məgər bir saqqalsızın yüz minlərlə insanı
bir anda qırması, bir anda onun evini, bütün binanı üzərinə yıxması, bu saqqalsızın etmiş olduğu əməli biz bütün saqqalsızlara yansıdırıq məgər? Mümkündür belə bir şey? Mümkün deyil, bu ədalətdən də deyil. Necə ola bilər ki, bir saqqalsız adamın etdiyi zülmü bütün saqqalsızlara yansıdırsan, eləcə də bir saqqallı adamın etmiş olduğu zülmü, xətanı, yanlışı niyə bütün saqqallı olan? Saqqal dediyin tükdür. Deyilmi? Saqqal demiş olduğun şey tükdür. Niyə bir saqqallının etmiş olduğu şey bütün saqqallı olan insanlara yansıdırsan, amma saqqalsız olan adamın etmiş olduğu bu zülmü, saqqalsız olan insanın etmiş olduğu bu cürümü niyə bütün saqqalsızlara yansıtmırsan deməsi lazımdır. Müslüman insan bir şey eşitdiyi zaman nədən dolayı insanlar sus-pus olurlar? Nədən dolayı insanlar boyunlarını bükürlər? Çünki vəhiy bilmir. Allahın kitabı ilə iç-içə deyil. Rasulullah sallallahu aleyhi və səlləmin dönəmində olan bu qissələri bilmir. Əshabın nə ilə qarşılaşıb, necə reaksiya verdiyini bilmədiyindən dolayı sus-pus olur. Amma bu ayəti bilən insan, bu ayəti bu cür oxuyan insan, zahil bir insan gəlib onun önünə durdu, falan adamlar belə dediyi zaman nə edəcəyini biləcək, necə danışacağını biləcək, nəyi onlara göstərəcəyini biləcək. Çünki Qur'anla iç-içə olan insanlar, Allahın öyrətdiyi kimi danışan insanlar hər zaman haqq olublar, hər zaman batilin qarşısında haqq sözlərini deyə biliblər. Haqq gəldi mi, batil də yox olmağa məhkumdur. Yəni bu sözün qarşısında deyiləcək bir söz var, bu anlatılan şeyin qarşısında anlatıla biləcək bir şey var, anlatıla biləcək bir şey yoxdur. Demək ki, Müslüman insan vəhiyi gözəl biləcək. Demək ki, biz bu dərsləri nədən dolayı keçirik? Çünki bunu ondan dolayı keçirik ki, bir şeylə qarşılaşdığımız zaman Allah və Rasulunun istədiyi kimi orada davrana bilək. Nəfsimizlə deyil, həvamızla deyil və yaxud da heç nə olmaz, boynumuzu bükək, heç nə olmaz, adam dedi, doğru deyir, vallahi falan adamlara görə biz dəvət apara bilmirik. Yox, falan adamların etdikləri özlərinə, onlar hesablarını Allaha verəcəklər. Sən öz dəvətindən sorumlusan. Heç bir saqqallının etmiş olduğu əməl bütün saqqallara yansıya bilməz. Necə ki, bir saqqalsız insanın etmiş olduğu cürüm bütün saqqalsızlara yansıya bilməzsə. Vallahi, baxın, Avropada nə qədər oldu belə şeylər, belə hadisələr? Adamın biri xristiyan, düzdür? Xristiyan girdi kilsədə, girdi məsciddə, nə qədər insanları öldürdü. Məgər bundan dolayı kimsə dedi mi? Bütün xristiyanlar belədir və ya bundan dolayı dedi mi kimsə? İşte bu saqqalsız adam idi. Bax, saqqalı da yoxdur, saqqalsızdır deməli. Bu əməlin sahibidirlər, kimsə belə bir şey demədi. Demək ki, hər insan, hər topluluq etmiş olduğu şeyi özünə aiddir. Hesabı Allaha verəcək, hesabını Allaha verəcəkdir. Heç bir zaman bəlli bir toplum insanın etmiş olduğu şeyi zahirən birilərinə oxşayır deyə onları nə edə bilməzsən, onları bada verə bilməzsən. Məsələn, mən sizə güncəl bir həyatdan bir misal verim. Türkiyənin başına Fethullah Gülen deyilən bir bəla musallat olmuşdu. Həmin o Fethullah Gülenin cəmaatının danışmış olduğu şey nə idi? Hənəfili idi, Əbu Hənifə dillərindən düşmürdü, Metrodili idi, bilməm nə idi. Yəni, Fethullah Gülenin bu pis əməlləri ortaya çıxandan sonra, Fethullah Gülen alınandan sonra, Fethullah Gülenin cəmaatı darmadağın ediləndən sonra kimsə belə bir şey düşünə bilərdimi? Yəni, biz bütün hənəfilərə saldıraq. Türkiyənin yarısından çoxusu hənəfidir. Türkiyədə olan mədrəsələrin yarısından çoxusu hənəfidir. Yəni, bu adamlar belədir deyə, bu adamların da dilində Əbu Hənifə var idi deyə o mədrəsələrə saldırmaq, orada olan insanlara zülm etmək deyə bir şey edilə bilərdimi? Edilə bilməzdi. Ki, zaten edilmədi də. Və Metrodili adı altında işte Fethullah Gülenin cəmaatında bu insanlar var idi. Biz də gedək bütün Metrodi olan insanlara saldıraq, bütün onların mədrəsələrini bağlayaq. Belə bir şey düşünülə bilərmi? Düşünülə bilməz. O hənəfiliyə özünə nisbət edən və ya Metrodiliyə və ya Əşariliyə özünə nisbət edən insan bu insanın əməllərindən qat-qat bəri olan insandır. Necə ola bilər ki, eyni sözü dedilər deyə, zahirən eyni ağızlarından kəlmə çıxdı deyə hamısını bir çuvalın içərisinə yığmaq bu ədalətli bir davranış deyil. Vəhiyi bilən insan, Rasulullah sallallahu aleyhi və səlləmin həyatını gözəl bilən bir insan, cahil olan insanların sözlərinin qarşısında susmayacaq, onlara sözünü bildirəcək, onlara bu şeyləri Allahın Azza və Cəllənin bizə öyrətmiş olduğu şeyi onlara nə edəcək? Onlara deyəcəkdir. Bu edilən şeylər cürümdür. Bəs bunlar cürüm deyilmi? Gətir onları tərəzinin bir gözünə qoyaq. Hansının daha böyük bir cürüm olduğunu o zaman insaf əhli anlayacaqdır. Dönəmdə baş verən hadisələrdən biri də qiblənin dəyişməsi oldu. Yəni Allah Azza və Cəllə Bəqərə surəsində bu hadisəni bizə bildirəndə biz sənin üzünün göyə tərəf çevrildiyini görürükdir Allah Azza və Cəllə. Odur ki, səni razı qalacağın qibləyə tərəf yönəldəcəkdir Allah Azza və Cəllə. Artıq üzünü Məscid-i Harama tərəf çevir dedi Allah Azza və Cəllə. Və bu nə zaman baş verdi? Artıq hicrətdən təqribən bir il yarım sonra qiblənin dəyişməsi baş verdi. Yahudilər möminlərə şübhə saldılar. Dedilər ki, sizi nəbilərin qibləsindən, müşriklərin qibləsinə yönəldən şey nə idi? Hani bu qiblə
Müslümanlara aid, nəbilərə aid bir qiblə idi. Sizi bu qiblədən, nəbilərin qibləsindən müşriklərin qibləsinə yönəldən şey nə olsa gərək. Bu, bəzi insanların qəlbində narahatlığa səbəb oldu. Bu, bəzi insanların şübhəyə düşməsinə səbəb oldu. Allah Azza və Cəllə nə dedi bu xüsusda? Biz sənin əvvəl üz tutduğun qibləni, Allah Rəsulunun ardınca gedənləri, ondan üz döndərənlərdən ayırt etmək üçün təyin etdik. Bu, Allahın doğru yola yönəltdiyi kimsələrdən başqa hamıya ağır gəldi. Deməli, Allah Azza və Cəllənin bəzən bir şərii əhkamı, Allah Azza və Cəllənin bəzən indirmiş olduğu bir hökm insanların imtihanıdır. Yəni Allah Azza və Cəllə bununla qullarını imtihan etdi. Ta ki doğrularla yalancılar açığa çıxsın. Doğrularla yalancılar, sadiqlərlə yalancılar bir-birindən ayrılsın deyə Allah Azza və Cəllə nə etdi? Allah Azza və Cəllə bunu bir imtihan vəsiləsi etdi. Deməli, bəzən şəri şeyləri insan anlamasa belə, nəyin nə üçün olduğunu bilməsə belə, sən biləcəksən ki, sənin Rəbbin hikmət sahibidir. O nəyi, nə üçün, nə zaman etdiyini ən gözəl bilən Allahdır. Yəni, məni ən gözəl şəkildə yaradan, yer üzərini ən gözəl şəkildə idarə edən, yer üzərinə ən gözəl nizamı nazil edən Allah nəyi nə zaman edəcəyini bilmir. Nəyi nədən dolayı etdiyini bilmir, yəni, subhanallah. O Allah ki, yerin altında olanları, yerin üstündə olanları, anaların bətnində olanları, bətindən çıxanları yedizdirən, içizdirən, onların həyatına yön verən Allah nəyi nə zaman edəcəyini bilmir, yəni. Bizə düşən şey anlasaq da, anlamasaq da. Allahım, sənə təslim oldum. Allahım, sənin göndərdiklərinə iman etdim. Allahım, sən bunu bu cür olsun dedin. Vallahi ya Rabbi, mən sənə iman etdim. Vallahi, sümmə vallahi, bizim Rəbbimiz olan Allah subhanahu wa ta'ala ağ görmüş olduğumuz şeyə qara desə, biz deyəcəyik ki, Allah doğrudur. Nədən dolayı belə eləyəcəyik? Başımızda bir sorun mu var? Əqlimizdə bir problem mi var? Xeyr, vallahi. Çünki biz bilirik ki, bizə bu əqli verən, bizə bu gözü verən Allah subhanahu wa ta'ala bizim gözlərimiz yanıla bilər. Bizim baxışlarımız yanıla bilər, bizim düşüncələrimiz yanıla bilər, fəqət aləmlərin Rəbbi olan Allah subhanahu wa ta'ala yanıla bilməz. Allah demişsə doğru demişdir. Allah təyin etmişsə doğru təyin etmişdir. Allah bunun belə mi olmasını istəyir? Mən elə olduğunda doğru olmadığını düşünürəm. Mənim düşüncəm yanlışdır. Mənim nəfsim başqa bir şey mi arzulayır? Mənim nəfsim yanlış bir şey arzulayır. Allah demişsə doğru demişdir. Allah istəmişsə Allah ən gözəlini istəmişdir. Müslüman insan Allaha təslim olan insandır. Allah bizim qibləmizi dəyişdi. Nədən dolayı dəyişdiyini bilən ən gözəl olan Allahdır. Nədən dolayı bunu etdiyini ən gözəl bilən Allahdır. Elhamdülillah biz Allaha təslimik. Allah belə istəmişsə ən gözəlini istəmişdir. Müslüman insana düşən şey Allaha təslim olmaqdır. Allahın hökmlərində. Bəzən baxırsan, vallahi insan təəccüb edir. Yəni, niyə görə deyir Allah bu ayədə belə? Yəni, sən salamatsanmı, qardaşım? Sən kimə sual verir? Allah etdiklərindən sorğu-sual edilməzdir Allah Azza və Cəllə. Sən aləmlərin Rəbbi olan Allah'a sorğu-sual edirsən, yəni. Sən təsəvvür elə, nəyə bənzəyir bu? Sən təsəvvür elə ki, bir ölkənin rəhbəri var. Ən uzun misallar Allaha aiddir. Bir ölkənin rəhbəri var və bir ölkənin ordusu var. Sən getmirsən, kənardan baxırsan, deyirsən, ya bu ordunun komandiri və ya bu ölkənin başçısı niyə görə belə fərman imzalayıb? Niyə görə insanlardan belə bir şey tələb edib? Anlamırsan, qıraqdan sənə çox da məntiqli gəlmir, qıraqdan sənə bəlkə də gülməli gəlir. Fəqət sən bilməlisən ki, sən o işin içərisində deyilsən. Sən o işin nəyin necə olduğunu, nə üçün olduğunu bilmirsən. Amma bilməsən də nə deyirsən? Vallahi orada oturan insanlar məndən ağıllı olan insanlardılar. Orada oturan insanlar illərdir savaş görən insanlardılar. Yəni bu ölkənin başında olan adam uşaq deyil ki, o komandir uşaq deyil ki deyə yaxınlaşırsan, düzdür? Bax, aciz olan, verdiyi qərarlarda yanlış qərar vermə ehtimalı yüksək olan bir insan haqqında insan gözəl zəndə bulunur və özünü yanlış hesab edirsən, onu doğru hesab edirsən. Bəs aləmlərin Rəbbi olan Allah, subhanallah, subhanahu və teala əmmə yüşrikun. Həqiqətən də Allah müşriklərin ona şərik qoşmuş olduğu şeylərdən çox uca olan bir Allahdır. Yəni, sən necə ki, bu dünyada aciz olan bir insana onun haqqında yaxşı zəndə olub, öz nəfsini yalanlaya bilirsənsə, biz heç bunu düşünmürük belə. Aləmlərin Rəbbi olan Allah demişsə, ən gözəl olanını demişdir. Allah istəmişsə, ən gözəlini Allah istəmişdir deyib, Allah Azza və Cəlləyə təslim oluruq. Yəni, ona görə Müslüman insan Allaha təslim olan insandır. Allahın kitabında olan bir şey niyə bu belə oldu? Nə üçün bu belədir? Bir insan bir şeyi öyrənə bilər. Diqqət edin, burasını qarışdırmaq olmaz. Bir insan bir şeyin hikmətini araşdıra bilər. Ta ki düşünsün, ta ki iman artsın, ta ki onun xeyrini bilsin, ta ki bir şeyin zərərini bilmiş olsun. Amma Allahı sorğu-sual etmək üçün, amma o balaca beyni ilə Allahın dinində xəta axtarmaq üçün, Allahın etdiklərində haşa xəta axtarmaq üçün o balaca başını bu işlərə soxarsa, dünyada da, axirətdə də özünü rəzil rüsva etmiş olar. İnşallah bu dərslərdən, bugünkü dərsimizdən alacağımız ibrətlər bunlar idi. Və axiru davanən elhamdülillahi rabbil alemin.